4'ün 100 estafet qaçışını. Siz hal-hazırda 4'ün 100 estafet qaçışını görürsünüz. Deməli, biz dedik ki, neçə də idmançı olur? 4 dənə. 4 4, dənə. 4 4, idmançı olur. 8 də ola bilər. Ayson, 4 idmançı olursa, məntiqlə düşünsə neçə ötürüm olacaq? 4 dənə. Niyə 1, 4 dənə olur ki? 2, Hər 100 metrədən bir ötürəcəklər də 3 dənə. 3 3 dənə. ötürmə. Bəli, çünki 4-cü heç kim ötürmür. Qaçır finiş xəttinə. Bəs yaxşı, biz demişdik ki, stadionda bir dövrə nə qədərdir? 400 metr. 400 metr. 400. Ay, sağ olun. 400 metr. Deməli, 4'ün 100 estafet qaçışı ilə keçən dəstə demişdik, indi üstünə gəlib çıxırıq. Start xətti ilə finiş xətti üst-üstə düşür. Düşür. Ay, sağ olun. Start xətti ilə 400, finiş xətti bəli. deməli üst-üstə düşür. Çünki stadionda bir dövrə 400 metr daxil. 400. Elə burada da eyni şey yazıb. Start, finish. Görürsünüz? Yəni, bir xəttə formalaşır. Start və finish. İndi gəlirik burada nəyə yoldaş? İngiliscəsində görürsünüz yazılıb. First runner, birinci idmançı, second, ikinci idmançı, third, üçüncü idmançı, fourth, dördüncü idmançı, dördüncü qaçışçı. 4 dənə idmançımız oldu. Neçə ötürməmiz oldu? 3. 3. Həqiqətən gəlin baxaq. Birinci idmançı əlində olan estafeti gətirib ötürür buna. Olur 1. O birinci ötür. İkinci gəl ötür buna. Oldu 2. Üçüncü gətirir oldu buna. 3. Dördüncü heç kim ötürmür. Hara gedir? Finish. Finişə. Finish xəttinə gedir. 4 idmançı var, 3 ötürmə var. Və ötürmə zonasının uzunluğu və 4'ün 100'dürsə, deməli bir idmançı nə qədər qaçır? 100 metr. 100 metr. Stadion 400 metr, bir idmançı 100 metr qaçır. Və ötürmə zonasının maraqlı məlumatlardan biri. Ötürmə zonasının uzunluğu 30 metrdir. Və 3 dənə ötürmə zonası var. 3 ötürmə olduğu və 3 ötürmə zonası var. Bu Evet. birinci ötürmə zonası, bu ikinci ötürmə zonası, bu üçüncü ötürmə zonası. Və hər ötürmə zonasının uzunluğu nə qədərdir? 30 metr. 30 metr. 30 metrdir. İndi təsəvvür edin, birinci idmançı qaçacaq buna. Bu 30 metrlik bir sarı olur və yaxud qırmızı rəngli olur və yaxud hər hansı bir rəngli olur və yaxud eyni də bir xəttlərlə ayrılırlar. İdmançı ötürməni məhz bu 30 metrlik dəhlizdə ötürməlidir, koridorda ötürməlidir. Və ötürməni verərkən həm ötürməni edən, həm ötürməni qəbul edən, ötürməni qəbul edən e, həm Qatara vəziyyət olmalıdır. həm ötürməni verən, həm ötürməni qəbul edən 0 kilometrdə dayanmırlar. Yəni 0 vəziyyətində dayanmırlar. Qaça-qaça ötürürlər, qaça-qaça qəbul edirlər. Aydındır? Vaxt etməsin deyə. Vaxt itməsin deyənə. Amma harda? Hı. Bu 30 metrlik 30. dəhlizdə. Bu 30 metr dəhlizdə. Yəni İndi birdən 30 metrlik dəhlizdə ötürməni eləyə bilmədi də. Əlindən düşdü yerə, götürdü, təzədən qaytardı, gəldik, elədi. gələcəyik, 30 metri gələcəyik. keçdi də məsələn. Gələcək, narahat olmayın. Bu 30 metrdə bunu eləməlidir. Okey, əla. Əgər 30 metrdə tutaq ki, bax bu tutaq ki, məsələn fərz edək ki, Əbəlfəz müəllimdir, ötürəcək Vüqar müəllimə. Vüqar müəllimi ötürən yerdə dediyiniz kimi estafet çubuğu yerə düşdü. Bu zaman axı bunlar qaça-qaça bir-birlərini ötürürdü, tuturdular. Bu zaman 0 vəziyyətində dururlar, qaçmırlar, qaçmağa icazə vermir. Ötürən yerdən qəbul edən yox, ötürən yerdən götürüb qəbul edənə verməlidir. Əgər ötürən qəbul edənə verməlidir. Ondan sonra təzədən Vüqar müəllim qaça bilər. Düzdür, bu %100 o deməkdir ki, Vüqar müəllim uduzdu. Başqa variantı yoxdur bunun. Çünki o Hamı qaçdı getdi. hamı üzü gedib çatır. Bu hələ 0 vəziyyətində dayanacaq. Yəni yerdən ötürən götürüb qəbul edənə verəcək. Qəbul edən xodlanacaq. O start sürətlənməsi. Xodlanacaq, sonra maksimal qaçışa, məsafə boyu qaçışa keçəcək. Daha bu deməkdir ki, uduzdu. Aydındır, Ləman xanım? Sual var, Ləman xanım? Yox mənim. Yəni bu qədər. Ötürmə də o sadə dəhlizdə olmalıdır. Vəssalam. Olmadısa yarışdan kənarlaşın. Gəlirik indi. Burada ötürmə yoldaşlar vizual olur. Daha doğrusu üzrəm qeyri-vizual olur. Nədir? Biri var, məsələn biz bundan sonra 4'ün 4'cüsü danışacağıq. O vizualdır. Vizual yəni görərək.
Amma 4-ün 100 qeyri-vizualdır. Yəni arxaya baxmadan götürməlisən. Bax, tutaq ki, əlimdəki hesab çubuğudur. Məsələn, mən tutaq ki, birinci idmançıyam, qaçıram verirəm Tunar müəllimə, ikinci idmançıya. Tunar müəllim mənə belə baxıb götürə bilməz. Hara baxmalıdır? Qarşıya. Düz baxmalıdır. Mən ona uzadıb verəndə o da belə götürəcək. Aydındır? Götür. Tunar müəllim aparıb verəndə üçüncü idmançıya tutaq ki, Seymur müəllim düz götürəcək. Yəni Tunar müəllimə baxa bilməz. Qeyri-vizual. Aydındır? Bu Aynen. şəkil və o şəkli göstərəcəm sizə. 4-ün 100 estafet qaçışın 3 fazası var. Birinci hazırlıq, ikinci sürətlənmə, üçüncü ötürmə. Siz bunu bu şəkildə görə bilərsiniz. Həmişə deyirəm, yadda saxlayın, faza ardıcıllıq deməkdir və siz mənim yanıma nəyə gəlirsiniz? Hazırlığa. Oradan məsələn yadda saxlaya bilərsiniz ki, birinci hazırlıqdır. Aydındır? Görürsünüz, hazırlaşır, ikinci sürətlənir, üçüncü ötürməni eləyir. Sual varmı? Xeyr. Ah. Və burada da siz hal-hazırda görürsünüz, ötürmə, deməli, Mənim şəkildə gördüm, sual vermək istədim. Bu geyimlər fərqli olmalıdır, yoxsa eyni hər komanda, komanda? məsələn, tutaq ki, ölkələr çıxış edir. Biz Azərbaycan komandası hamımız ağ rəngdəyik, məsələn. Rusiya göy rəngdədir, nə bilim, Amerika qara rəngdədir. 4 dənə idmançının 4-ü də eyni rəngdə olur. İndi gəlirik, baxırıq. Start xətti ilə finish xətti üst-üstə düşür, düzdürmü? 400 metrdir də, stadionda bir. Bir idmançı 100 metr qaçır. Birinci idmançı fikir verin, qaçır. Ötürməni harada verməlidir? 30 metr daha. Metr bir dəhlizdə. 30 metrdə, bəli. Sağda dəhlizdə və qaça-qaça verir, qaça-qaça qəbul edir. Nə vaxt sıfır vəziyyətində dayanırlar? Əlindən düşəndə. Əlindən düşəndə. Düşəndə ötürən verməlidir, qəbul edən. Ötürən. Ötürən götürüb təzədən qəbul edənə verməlidir. Gəldi bu ikinci idmançı 100 metrini qaçdı, 100 metr qaçır. Gəldi yenə ötürməni elədi burada. Üçüncü qaçır, ötürür buna, dördüncü də qaçır finişə. 4 idmançı olur, 3 ötürmə olur, 3 ötürmə zonası olur və ötürmə qeyri-vizual olaraq həyata keçirir. 3 fazası var, hazırlıq, sürətlənmə və ötürmə. Və siz burada üsulu da olaraq görəcəksiniz. İndi mən sizə göstərəcəm. Baxın. Görürsünüz şəkildən. 4-ün 100-də. Bu qeyri-vizualdır. Bunun gözləri hara baxır? İrəli baxır. İrəli baxır və bu da elə verir. Ona görə burada düşmə ehtimalı 4-ün 100-də daha çoxdur. Amma 4-ün 400-də görün necə olur. Hara baxır? Baxır. Yəni vizual olur. Sual varmı? Xeyr. Xeyr.